Almaniyadan salamlar. Bugün 8 Mart Qadınlar Günü münasibətilə restoranda gedirik. Deməli biz avtobusdan gəldik, çatdıq. Oraları çəkmədim. İndi restoranda qarşı gedirik. Biz restoranda gəldik, çatdıq və bu restoran Pasaj şəhərində yerləşir. Biz bura gələndə hələ heç kim yox idi və onları gözləyənə qədər, qonaqları gözləyənə qədər şəkillər və fotolar çəkdirdik. Bu arada onlar oruç tutur deyinə 2 saat oynayıb, yemək yeyib bir də oynayırıq. Və bu arada qonaqlar yavaş-yavaş gəlməyə başladı. Biraz söhbət etdik, tanımadığım çox uşaqlar var idi. Onları da tanıdım və indi rəqs edirik. Yenilərimiz gələcək. O vaxta qədər əyləncəyə davam. Buyurun gözəl qızlar. Bu arada sizin də Qadınlar Bayramınızı təbrik edirəm. Sağ olun, bugünlük bu qədər idi.